Salam, hörmətli izləyicilər. Bugün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən yeni bir sərəncam imzalanıb. Sərəncam, 2-ci Dünya Müharibəsi iştirakçılarına və müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsini nəzərdə tutur. Əsas məlumat. Sərəncama əsasən 1941-1945-ci illərdə 2-ci Dünya Müharibəsində iştirak etmiş şəxslərə 2750 manat birdəfəlik maddi yardım veriləcək. 2-ci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudlarında və ya donanmanın əməliyyat zonalarında xidmət etmiş xüsusi birləşmələrin işçilərinə, həmçinin Leningrad şəhərinin müdafiəsi və mühasirəsi iştirakçılarına 1500 manat məbləğində birdəfəlik yardım ayrılacaq. Bu yardımlar Prezidentin ehtiyat fondundan maliyyələşdiriləcək. Ümumilikdə 2026-cı il dövlət büdcəsindən 3 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Yekun hissə. Bu sərəncam müharibə veteranlarına və onların ailələrinə dövlət qayğısının növbəti təzahürüdür. Əgər siz və ya yaxınlarınız bu kateqoriyaya aidsinizsə, ətraflı məlumat və müraciət qaydaları üçün Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytına sosial.gov.az və ya yerli şöbələrinə müraciət edə bilərsiniz. Xəbərdarlıq üçün təşəkkürlər. Kanalımıza abunə olmağı və bildirişləri aktivləşdirməyi unutmayın. Yeni xəbərlərdə görüşənədək. Sağ olun.